Əziz xanımlar, uşaqlıq sallanması, uşaqlıq yolu sallanması ancaq və ancaq ginekoloji müayinədə həkim təyin edib deyə bilər. Ultrasəs müayinəsi belə bir diaqnoz qoymur, qoymağa da ixtiyarı yoxdur. Uşaqlıq yolu və uşaqlıq sallanması varsa, bunu ginekoloji müayinədə ancaq və ancaq həkim görür, təyin edir. Necə sallanmadır, tamdır, natamamdır və yaxud da yüngül bir sallanmadır. Dəfələrlə pasientlər görürük ki, müayinəmizə gəlir, deyir ki, həkim mənə ultrasəs müayinəsində dedilər ki, sallanmam var. Mən soruşuram, sizi nə narahat edir? Deyir, bizi heç nə narahat etmir. Amma bizə ultrasəs müayinəsi, vaginal baxdıq, dedi ki, səndə sallanma var. Pasientləri dəfələrlə müayinə edirik və orada heç bir sallanma təyin etmir. Əziz xanımlar, uşaqlıq sallanması, uşaqlıq yolu sallanması ancaq və ancaq ginekoloji müayinədə həkim təyin edib deyə bilər. Ultrasəs müayinəsi belə bir diaqnoz qoymur, qoymağa da ixtiyarı yoxdur. Mən sizə indi göstərim. Əgər uşaqlıq sallanırsa, bunu müayinədə ancaq vizual olaraq biz görürük. Ultrasəs müayinəsi belə bir diaqnoz qoymur. Belədir.